Bazarda yeganə fərqli yarada biləcəyi faktor burada, ancaq dizaynerin özünün ora qatqısıdır. Bu, yəni tək süni intellekt dönəmində deyil, yəni, həmişə beləncə olubdur. Yəni dizaynla bağlı məşhur, dizayn deməyək, yaradıcılıqla bağlı məşhur bir kitab var. Austin Kleon'un Still Like an Artist, yəni bir rəssam kimi oğurla kitabı. Və orada o bol fərqli sahələrdən misallar gətirir. Yəni bir basketbolçu bu sahəyə təzə başlayır, məşhur bir basketbol ulduzunun hərəkətlərini kopyalayır, imitasiya eləməyə başlayır. Amma təcrübə ilə, zamanla bu hərəkətlərin içinə də özündən bir şeylər qatır və biraz sonra heç kopyaladığı insanın o izlərini burada artıq biz görmürük. Və əslində eyni şey yəqin ki, dizaynda da tətbiq eləmək ya da mətin yazanda da tətbiq eləmək olar. Tamam, ilk başda oxşayacaq. Dediyim kimi artıq dizayn işləri çox bir-birinə oxşamağa başlayır. Amma yeni başlayan birisi də gərək bundan məncə qorxmasın. İlk başda oxşasın, amma bir şərtlə ki, heç olmasa özündən hər dəfə bir damcı da olsa ora nəsə damlatmağa çalışsınlar.